xoşbəxt olmağı ertələmək. Ətrafımdakı insanların 90% belədir, xoşbəxt olmağı ertələyir. Bunu necə edirlər? Mən maşın alım, ondan sonra istədiyim həyatı yaşayacağam. Ev alım, ondan sonra hər şey yaxşı olacaq. Ay nə bilim, yaxşı işə qəbul olum, ondan sonra hər şey yaxşı olacaq. Gözlədiyim maaşı qazanım, ondan sonra hər şey yaxşı olacaq. Ondan sonra hər şey yaxşı olmur. İnsan arzulayan bir varlıqdır. Əgər siz hansısa bir arzunuza çatırsınızsa, ondan sonra yeni bir arzu meydana çıxır və siz o arzuya çatmaq üzrə fokuslanırsınız. Yəni həyat daim hədəflər qurmaq və o hədəflər üzərində irəliləməkdən ibarətdir. Bu hədəf qurub irəliləmək insanın psixologiyasını sağlam saxlaya bilir. Bəzi insanlar ümumiyyətlə hədəfsiz yaşayır, onları bura şamil etmirəm. Hədəf qurmaq yaxşı bir şeydir. Amma hədəf quran zaman xoşbəxtliyi ikinci plana atmaq yaxşı bir şey deyil. Siz düşünün ki, həyatda sizə bir dəfə ömür verilir. Ortalama götürsə 70 il ömrünüzü gələcək üzrə proqramlasanız, həmin maşın alım, xoşbəxt olacağam, ev alım, xoşbəxt olacağam. Siz heç xoşbəxtlik hissini yaşaya bilməyəcəksiniz. Ona görə də indi əlinizdə olanlarla xoşbəxt olmağı bacarın. Yenə də hədəfinizə fokuslanın. Amma hazırda xoşbəxt ola biləcəyiniz şeylər həyatınızda o qədərdir ki, yəni ətrafımıza nəzər salsa, bizi xoşbəxt edən məqamların sayı çoxdur. Sadəcə biz gözümüzü daha yüksəklərdə tutmuşuq deyə ətrafımızda olanları